Salam, hər vaxtınız xeyir. Ayrıba 24-ün efirində gündəmi təqdim edirik. Növbədənkənar parlament seçkilərinə hazırlaşan Ermənistanda sular durulmur. Ötən ilin noyabrından başlanan hakimiyyət daxili çəkişmələr, ölkə daxili xaos hər dəfə yeni bir şəkil alır. Mövcud vəziyyətə əgər təsvir etsək, Paşinyana qarşı etiraz edənlər geri çəkilmələr və baş nazirin növbədənkənar seçkilərə məcbur qaldığını iddia edənlər var. Baş nazir postuna namizədlərin açıqlamalarına əgər bizi baxsaq, Ermənistanda sağlam düşüncəli hər hansı bir şəxsin hakimiyyətə gəlişi hələ ki üfüqdə görsənmir. Maraqlıdır ki, Ermənistanda hökm sürən qarışıq vəziyyətə xarici müdaxilələr olacaqmı? Yeri gəlmişkən Nikol Paşinyanın aprelin 7-sində Moskvaya səfəri və səfər çərçivəsində Rusiya lideri Vladimir Putinə görüşü gözlənilir. Diqqətlərin yönələcəyi digər danışıqlar da var. Xarici İşlər Naziri Ceyhun Bayramov Rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək. Eyni zamanda Lavrov Ermənistanın xim başçısı Ara Ayvazyanla da görüşəcək. Tarix olaraq aprelin 2-si qeyd edilib. Biz çalışacağıq ki, mövzu ətrafında daha detallı müzakirə aparaq. Ekspertlərin, mütəxəssislərin fikirlərini alaq. Siyasi şərhçi Məhəmməd Əsədullah bugün studiyamızın qonağıdır, bizimlədir. Məhəmməd bəy, xoş gəlmişsiniz, xoş gördük sizi studiyamızda. Salam, xoş gördük. Artıq qeyd etdik, Ermənistanda çəkişmələr davam edir. Mitinqlər elə bugün də mitinq keçirildi və bir tərəfdən müxalifət Paşinyanın gedişini gözləyir. Digər tərəfdən onlar qeyd edirlər ki, əslində növbədənkənar seçkiləri, yəni bunun fərqindədirlər ki, növbədənkənar seçkilər Paşinyanın qələbəsi ilə bitə bilər. Ehtimallar bu istiqamətdə daha çoxdur, proqnozlar, gözləntilər və qeyd etdiyimiz kimi bir tərəfdən də hazırda növbədənkənar seçkilərdə iştirak edəcək digər şəxslər də var. Məsələn, bugün xəbəri yayıldı. Rusiyalı milyarder Ara Abramyanın iştirak etməsi gözlənilir. Necə düşünürsünüz? Növbədənkənar seçkilər nəyisə dəyişəcəkmi və o vaxta qədər proseslərin, hadisələrin gedişatı necə olacaq? Hər hansı gözləntiləriniz var? Ermənistanda həqiqətən də siyasi xaos hökm sürür və fevralın 25-dən başlayan hərbi çevrilişə cəhddən sonra Ermənistanda bütövlükdə proseslər demək olar ki, hakimiyyətin hansı qrup idarə edəcəyi həqiqətən də problem olaraq qalmışdı. Məsələn, hərbiçilərin çevrilişə cəhdi, bir tərəfdən revanşist qüvvələr vardı, vətənin xilası naminə hərəkat vardı, Vazgen Manukyan, Robert Koçaryan, Sarkisyan bu prosesdə hissə verdilər və hakimiyyəti dəyişmək istədilər, amma elə bir proses getdi ki, həqiqətən də Ermənistan əhalisinin pragmatik cəhətdən Nikol Paşinyanı dəstəkləməsi prosesləri Nikol Paşinyan müəyyən dərəcədə lehinə çevirə bilib. Amma hazırda bu demək deyil ki, Ermənistanda vəziyyət stabilləşib. Artıq bu günləri yenidən revanşist qüvvələr vətənin xilası naminə hərəkat bugün növbəti mitinqi keçirdi və bu mitinqdə yenidən növbədənkənar seçkilərin əleyhinə Paşinyanın qeyri-şərtsiz istefadan getməsi və özlərinin hakimiyyətə gəlişini planlayırlar. Amma Paşinyan da burada məsələn parlamentdə seçilən Ermənistan partiyası və İşıqlı Ermənistan partiyası onlarla bir araya gəldi və prosesi növbədənkənar seçkilərə apardı və hesab edir ki, növbədənkənar seçkiləri getməklə Ermənistanda bütövlükdə revanşist qüvvələr zərərsizləşdirəcək və proses Nikol Paşinyan qələbəsinə bitəcək. Bunu revanşist qüvvələr də bilirlər və ona görə də onlar ciddi şəkildə seçkiyə getmək üçün əleyhinədirlər. Məsələn, Beynəlxalq Sorğu Mərkəzi var idi, Qalups. Bu Ermənistanda sorğu keçirdi və revanşist qüvvələrin müxalifətini cəmi 1% müsbət nəticəsi dəyərləndirdi və göründü ki, Ermənistanda elə bir siyasi vəziyyət, mürəkkəb bir xaosdur ki, artıq əhali heç bir siyasi qüvvələrə inanmır. Çünki həmin siyasi qüvvələr birbaşa yenidən Azərbaycanla müharibə istəyirlər, Türkiyə ilə əlaqələrin normallaşdırılmasını əleyhinədirlər. Amma Nikol Paşinyan çıxır, qeyd edir ki, Azərbaycanla düşmənçiliyə son vermək lazımdır, artıq müharibə tarixdə qalıb və regional kommunikasiyaların açılması Ermənistanın da xeyrinə olacaq və həqiqətən də Ermənistan əhalisi bu prosesi bilir və onlar yaxşı bilir ki, artıq Qarabağ müharibəsinin, Azərbaycan qələbəsi ermənilərin 30 ildə formalaşdırdığı bu qələbə eyforiyasını tamamilə məhv etdi və
Həmçinin xaricdə erməni lobbisini, Ermənistanı idarə edəcək bir funksiyası var idi. Onların da bu prosesdə demək olar ki, bu müharibədə onların da fəaliyyətinə zərbə vuruldu. Və demək burada siyasi proseslər birbaşa Nikol Paşinyan lehinə gedir. Amma indi bugün Nikol Paşinyan aprel ayı artıq baş nazirlikdən istifa verəcək, amma bu demək deyil ki, bu hakimiyyətdən gedir. Sadəcə olaraq bu bir prosedurun biridir. İyunun 20-sində növbədənkənar seçkilərə gedəcək. Hesab edirəm ki, iyuna kimi Ermənistanda yenidən hərbi çevrilişə cəhd ola bilər. Yəni də əlbəttə ki, yəni də ordu sıralarında generallar var. Onlar həmçinin Robert Koçaryandır, Vazgen Manukyandır, Serj Sarkisyandır. Bunlar müəyyən qüvvələrin, xüsusilə Rusiyada müəyyən dairələrin əli ilə Ermənistanda yenidən hərbi təxribata əl ata bilərlər. Aprel-may ayı Ermənistanda kritik bir böhran gözlənir. Bunları çox yaxşı bilir və Nikol Paşinyan aprelin əvvəlində Rusiya rəsmi səfəri gedir və orada Avrasiya İttifaqının bir samitidir. Həmçinin onun üçün bu görüş çox lazımdır. Çünki həqiqətən də Ermənistan birbaşa Rusiyanın forpostudur. Ermənistanda bütün siyasi proseslərə Kreml təsir edə bilir. Və Robert Koçaryanı indiyə qədər məhz Kreml idarə edirdi. İndi bir tərəfdən Nikol Paşinyan Moskva səfəri öncəsi Putinlə görüşü ərəfəsində artıq Rusiyada erməni mənşəli milyarder Ara Abrabyan Ermənistanda seçkilərdə iştirak edəcəyini, əhalinin seçkilərdə fəal olmağa çağırdı və hakimiyyəti dəyişəcəyini elan edib və bununla əlaqədə Ermənistana qayıdacaq, görüşlər keçiriləcək və vəziyyəti yerində öyrənəcək və Nikol Paşinyanı bu indiyə qədər tanımadığını, onu hakimiyyətdən devirəcəyini elan edib. Təbii ki, Ara Abrabyanın arxasında mən hesab edirəm ki, Rusiyadır. Çünki Ermənistan Rusiyanın forpostudur və Ermənistanda proseslər Rusiyanın nəzarətində. Rusiya çalışır ki, Ermənistanda proseslər onun nəzarətinə çıxmasın. Nikol Paşinyan bəli, Qərbin adamıdır, Sorosun adamıdır və Rusiya çalışır ki, o hakimiyyətdən geçsin. Mən hesab edirəm ki, Ara Abrabyan əgər namizədliyi rəsmən təsdiqlənərsə, revanşist qüvvələr Robert Koçaryandır, Vazgen Manukyandır, bunlar da birbaşa Kremlə bağlıdır. Bunlar da Ara Abrabyanın ətrafında birləşə bilərlər. Onun hakimiyyətə gəlmə ehtimalı daha çoxdur. Və Ara Abrabyana da mən düşünürəm ki, Moskva da dəstək verəcək və proseslər aprel-may ayında daha da dinamik Ermənistanda hər gün etirazların etirazların keçirilməsi, proseslərin daha xaotik prosesə gedəcəyini gözləyirəm və yenə də hərbiçilərin bu prosesdən istifadə edib yenidən Nikol Paşinyana təzyiq edəcəyi istisna edilmir. Baxmayaraq ki, Nikol Paşinyan baş qərargah rəisini dəyişdi və öz adamını Davutyanı baş qərargah rəisinə gətirdi. Amma bu demək deyil ki, bu orduda bütün prosesləri ələ alıb. Baxmayaraq ki, indi Paşinyan elan etdi ki, söz verdi ki, o generallara dəyməyəcək, onları həbs etməyəcək. Çünki ordu korpus komandirlərinin çoxu Onik Qasparyanın Paşinyanın istefa etməsinə bağlı onlar sənədə imza atmışdı. Amma indi Nikol Paşinyan onları seçki öncəsi neytrallaşdırmaq istəyir. Siz əgər Nikol Paşinyan hakimiyyətdə qalacaqsa, əlbəttə ki, həmin generalları həbs etdirəcək, onları neytrallaşdıracaq. Ona görə də aprel ayı vəziyyət kritikdir və Nikol Paşinyan Rusiyadan gedib hakimiyyətə qalması üçün və prosesləri öz lehinə dəyişməsi üçün Putinə necə deyərlər, yalvaracaq, ondan imdad diləyəcək və Rusiya maraqlarını Ermənistanda təmin edəcəyini sözü verəcək. Məhəmməd bəy, bu sizin gözləntilərinizdir. Bizim indi Rusiyadan bağlantımız olacaq. Siyasi şərhçi professor Kamran Rüstəmovla biz danışacağıq. Görək Kamran bəy hansı gözləntilərini daha doğrusu bizimlə bölüşəcək. Hər vaxtınız xeyir Kamran müəllim, efirimizə xoş gəlmisiniz. Salam aleyküm, hamını alqışlayıram. Kamran müəllim, biz Məhəmməd bəylə söhbət etdik və belə qənaətə gəldik ki, Məhəmməd bəyin fikirlərini istinad etsək, Ara Abrabyanın hakimiyyətə gəlmə ehtimalı çoxdur. Rusiyanın dəstəyi məsələsi var burada. Necə düşünürsünüz? Proseslər həqiqətənmi bu istiqamətdə hərəkət eləyə bilər? Bir digər vacib məsələdə də sizin fikrinizi almaq istərdik. Paşinyanın Moskvaya səfəri və Vladimir Putinlə görüşü ilə bağlı Ermənistan mətbuatında kifayət qədər xəbərlər yayıldı. Bu görüşün əsas mahiyyəti nədən ibarət olacaq?
Mən də hesab edirəm ki, Arab-Ermənin hakimiyyətə gəlmə ehtimalı praktiki şəkildə yoxdur. Onun haqqında Ermənistan cəmiyyəti və Rusiya erməniləri və s. onun çox haqqında çox mənfi fikirdədirlər. Lakin o yüksək siyasi təbəqələrə yaxın bir adamdır. Və bu onun hakimiyyətə gəlməsini Ermənistanda ehtimalı çox azaldır. Bugün Rusiyanın rolu Ermənistanda demək olar ki, yoxdur. Bugün müxtəlif yollarla ya müdafiə naziri, ya qərargahın rəisi söhbətlər aparır və s. Lakin Ermənistanın əksəriyyət xalqı bu Qarabağdan böyük bir faciə gəlməsini ondan başqa heç nəyinə bəhrəlməyir. İndi fərz eləyək ki, nə söz verə bilərlər? Mən Qarabağı qaytaracağım. Qarabağ bugün Ermənistan xalqına lazımdır. Bunlar deməli bugün yaxşı çiçəklənən, yaxşı bir diyarı əldə keçirib 30 ildə nəyə nail oldular? Heç nəyə nail olmadılar. Mən sizə deyim, erməni eksperti yazdı ki, axırıncı 30 ildə Dağlı Qarabağ vilayəti ilə, yəni muxtariyyət müqayisədə, Sovet vaxtından müqayisədə 75% Dağlı Qarabağın iqtisadiyyatı deməli aşağı düşür. Yəni dağılmış şəkildə bu torpaqlar heç ermənilərə lazımdır. Yalnız böyük bir əzab əziyyətdən başqa heç nə verilmir. Bugün ermənilərin əksəriyyəti cavan təbəqələr heç istəmirlər nə Rusiya yaxın olmağa, nə bu deməli izolyasiyada yaşamağa. Onlar açıq qapı, sərhədlərin götürülməsi və dünya bazarına, dünya iqtisadiyyatına, regional modellər deməli layihələrində iştirak etməyə çalışırlar. Və ona görə Azərbaycan prezidentinin təklifi ilə 3+3 modeli gün Ermənistanın əksəriyyət iqtisadi qrupalarında, rəhbərlərində bu çox müsbət qəbul olunur və bu istiqamətdə də proseslər gedir. İkinci də Arab-Ermənin çox güclü onun imkanı var, şəraiti var. Orada bir dənə Amerika səfiri və onun səfiri çox görkəmli şəxsiyyətdir o xanım və onunla bacarmaq mümkün olmayacaq. Heç bir qüvvələr ona təsir etməyəcəklər. Kaçaryandır və s. bunlar meydandan çıxıblar. Və ona görə də bir dənə Arab-Ermənin ora gəlməsi heç nə iqlimi dəyişilməyəcək. Paşinyan görüşəcək, nə deyəcək? Mən Rusiya ilə münasibətləri saxlayacağam, münasibətlər gedəcək. Bunların bir qoxusu ondandır ki, Paşinyan Gürcüstan yolu ilə qərbə tərəf yönələcək. Amma Paşinyan çoxdan qərbdədir. Bu deməli Qatar çoxdan gedir və əksəriyyəti deməli o istiqamətdə də hərəkət edir. Bugün müxtəlif qüvvələrlə bunu saxlamaq, müxtəlif oyunlar açmaq, bir partiya desin ki, Dağlı Qarabağı birləşdirir Rusiya və s. Belə gic-gic söhbətlər daha da deməli prosesi bizim üçün lazım olan istiqamətdə yönəldir. Ona görə Paşinyan hakimiyyətdə qalacaq və təbii qələbə çalacaq. Arab-Ermənin nə dil qabiliyyəti var, nə danışmaq qabiliyyəti var, nə savadı var, nə təbiəti var. Ona görə o qəbul olunan bir şəxsiyyət kimi onu deməli heç kim qəbul etməyəcək. Kamran müəllim, Paşinyanın Moskvaya səfərindən gələcək nəticələrlə bağlı düşüncələrinizi də biz eşitmək istərdik. Mən Paşinyan Moskvaya gələndə deyəcək ki, mən olmayacaq. Rusiya ilə əlaqələr elə necə var qalacaq və s. bunlar hamısı olacaq. Yəni yalnız bunu ki, biz onları ki, nədir? Problem nədədir ki, bazanın aradan götürülməsi söhbətləri gedir. Yəni bu hərbçiləri götürməklə ikinci addım olacaq ki, bazanı götürmək və tamamilə Rusiya ilə qutarmaq. Bugün Dağlı Qarabağı saxlanması, balaca bir qırğı saxlanması da Rusiyanın deməli bu Cənubi Azərbaycan, Cənubi Qafqazda yerləşməsinə bir şərait yaradır. Dağlı Qarabağın o balaca hissəsi də geçdi, 4 ilə 5 ilə o da gedəcək, orada insanlar yaşaya bilmirlər. Və mənim məlumatıma görə buradakı onların qovmaq rəbərləri və s. hamısı çalışırlar ki, özü belə yazırlar oraya. Çalışır, Rus pasportları alır. Ona görə ki, orada asanlıqla ala bilərsiniz. Burada onu biz istifadə edirik. Siz baxın, deməli, əlavə reyslər açırlar.
Elə bu axırıncı neçə ayda 80 min erməni Rusiyaya gedib. Və bu axın gedəcək və davam edəcək. Və əksəriyyəti o, deməli, o istiqamət. Amma cavanlar istəyirlər yeni Ermənistanda yaşamağa. Görürlər Gürcülər necə yaşayırlar, Gürcüstanda necə proses gedir, Azərbaycanda necə proses gedir. Azərbaycanı bax, dəstəkləyən 2 dənə nüvə bombası olan ölkədir. İsraillə Pakistandır, Türkiyədir və s. Bunlar hamısı yaxşı başa düşürlər ki, heç kim buna müqavimət göstərə bilməyəcək və yeganə yol Azərbaycanın iqtisadi çətin altında Ermənistanı inkişaf etdirmək və bir deməli böyük layihələrin üzvü olmaq. Kamran müəllim, çox sağ olun. Biz sizə təşəkkür edirik. Efirimizə qoşuldunuz, dəyərli fikirlər səsləndirdiniz və tamaşaçıların diqqətinə çatdıraq ki, professor, siyasi şərhçi Kamran Rüstəmovla danışırdıq. Rusiyadan birbaşa telefonu bağlantısı yaratdıq. Kamran müəllim fikirlərini dinlədiniz. Hər hansı əlavələriniz var? Əlbəttə ki, Kamran müəllimin qeyd etdiklərinə mən onun fikirlərini bölüşürəm. Əlbəttə ki, yəni Ara Abramyanın təbii ki, hakimiyyətə gəlişi mümkün deyil, Nikol Paşinyan hakimiyyətə qalacaq. Amma biz də indiki şərhimizdə qeyd etdik ki, həmin seçki dönəminə qədər Ara Abramyan Rusiya namizədidir və Rusiya Ermənistanda prosesi daha da körükləyəcək, xaotik bir prosesə gətirəcək və çalışacaq ki, Paşinyana ciddi şəkildə təzyiq etsin. Amma Ermənistan əhalisi biz qeyd etdik ki, Nikol Paşinyanın ətrafındadır və növbədən kənar seçkilərdə onun hakimiyyətdə qalması şübhəsizdir və qələbə çalacaq. Bundan sonra Ermənistanın qarşısına duran əsas məsələ əlbəttə ki, kommunikasiyaların açılmasıdır. 10 noyabr və 11 yanvar Azərbaycan, Rusiya və Ermənistan birgə imza atdığı öhdəliklərin yerinə yetirilməsi. Təbii ki, Azərbaycan bu öhdəliklərə yerinə yetirir və Ermənistan bu öhdəlikləri yerinə yetirməyib. İlk növbədə Rusiya sülh məramları məsuliyyət zonasında olan erməni silahlı birləşmələrin çıxarılmasıdır. Əgər bunlar çıxarılmasa, onlar artıq Ermənistan öz silahlı qüvvələrini bu ərazidən çəkməyi barədə Ermənistan mətbuatında fikirlər, yazılar qeyd edildi və erməni silahlı birləşmələrin orada qalması polemikə olaraq qalır. Çünki onlar qeyri-qanuni dəstədirlər və terrorçudurlar. Onlara birbaşa məsuliyyət Ermənistan daşır. Ermənistan əgər onları ləğv etməsə, əlbəttə ki, Ermənistanla hər hansı bir sülh müqaviləsindən danışmaq tezdir və kommunikasiyanın açılması məsələsi. Nikol Paşinyan seçkilərdə qələbə qazanacağı təqdirdə artıq Zəngəzur dəhlizi var, Mehri dəhlizi var, dəmiryol xətlərinin işə düşməsi, həmçinin avtomobil nəqliyyatı şərqlə qərbi birləşdirən Mehri dəhlizinin açılması. Əlbəttə ki, bu proseslər Ermənistanın da, Azərbaycanın da, həmçinin Türkiyənin lehinədir və bu gün də Ermənistan təhlükəsizlik katibi Qriqoryan qeyd etdi ki, əlbəttə Türkiyə ilə münasibətlərin normallaşdırılması, həmçinin Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində biz yeni regional çağırışlara əlbəttə ki, biz dəstəkləyirik, belə bir mesaj verdi və bu təbii ki, göstərir ki, Ermənistanda indiki hakimiyyət müəyyən qədər reallıqlarla barışıb, öz məğlubiyyətlərini qəbul ediblər və yeni regional çağırışlara uyğun olaraq məhz Azərbaycan prezidentinin apardığı regionda apardığı siyasi xəttə uyğun olaraq Ermənistan da artıq məcburdur bu xəttə geçsin. Yəni, qeyd etdiniz ondan ibarətdir ki, Nikol Paşinyanın hakimiyyətdə qalışı həm də o deməkdir ki, həmin o qanunsuz erməni silahlı birləşmələr də oradan təmizlənəcək, eyni zamanda kommunikasiyalar açılacaq. Bu proses, belə deyək, olacaq, amma daha rahat şəkildə artıq həyata keçiriləcək. Amma erməni silahlı birləşmələrinin kommunikasiyanın açılması təbii ki, gedəcək. Bu Ermənistanın xeyrinədir. Çünki Ermənistan bununla İranla dəmir yol əlaqəsi və Rusiya ilə birbaşa dəmir yol nəqliyyatına çıxışı var. Azərbaycan yenə də iyunun 20-sini gözləyir. Paşinyan növbədən kənar seçkilərdə qələbə çalsın və bundan sonra erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılması istiqamətində mən hesab edirəm ki, Azərbaycan daha da qətiyyətli addımlar atacaq. Çünki nə qədər erməni silahlı birləşmələri Qarabağda həm kiçik bir ərazidə var, Xankəndi Azərbaycanlıların köçürülməsi var. Bu birgə bəyannamədə yer alıb Ağdərəyə, Xocavəndə və həmin 3 rayon mərkəzinə BMT-nin Qaçqınlar Komitəsi nəzarət etməlidir və bu da bəyannamədə qeyd edilib. Və ona görə də
Azərbaycan həmin bəyannamənin 4-cü və 9-cu bəndinin yerinə yetirilməsi istiqamətində mütləq şəkildə həmin silahlı erməni birləşmələrinin çıxarılması və Azərbaycanlıların Xankəndiyə, Xocavəndə, Ağdərəyə köçürülməsi məsələsi. Təbii ki, Azərbaycan burada öz mövqeyini ortaya qoyub ortaya. Amma mən hesab edirəm, Azərbaycanlılar əgər Xankəndiyə, Xocavəndə, Ağdərəyə qayıdacaqsa, erməni silahlı birləşmələr çıxaracaqsa, artıq Qarabağda separatçılara yer olmayacaq. Orada Arayı Qartunyandı, Vitali Balasyandı. İndi onlar çıxıblar orada sülh məramlara arxayın olub populist fikirlər söyləyirlər və onların burada demək olar ki, Qarabağda separatçı qüvvələr tamamilə fiyaskoya uğrayırlar. Azərbaycan bu istiqamətdə siyasəti aparır, səbirlə aparır və bu əlbəttə ki, bu proseslər Azərbaycanın uğurlu siyasət nəticəsində lehimizə həll ediləcək. Bir digər məsələyə keçmək istərdim mən. Xarici İşlər Nazirlərinin görüşündən girişdə söhbət açdıq və dedik ki, bunu da müzakirə etməliyik. Aprelin 2-sində nəzərdə tutulub Ceyhun Bayramov, Sergey Lavrov, eyni zamanda Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovla Ermənistan xidmət başçısı Ara Ayvazyan arasında görüşlər keçiriləcək. O görüşlərdən hansı nəticələr gözləyirik? Bilirsiniz, əlbəttə ki, bu görüşlər regionda yenə də Rusiya maraqlarına uyğun kommunikasiyaların açılmasıdır və baş nazirləri, müavinləri bu istiqamətdə çalışırlar və martın 1-nə qədər hər iki tərəf öz təkliflərini verməlidir. Amma görünür, proses uzanır. Ermənistan müəyyən dərəcədə hazırda Nikol Paşinyan Mehri dəhlizi ilə bağlı seçkiyə qədər prosesə getmək istəmir. Seçkidən sonra bu prosesə gedəcək. Amma Xaricilər Nazirlərinin görüşündə yenə qeyd edirəm, Azərbaycan burada tələbləri var. Ermənistan Azərbaycan ərazi bütövlüyünü tanımalıdır. İlk növbədə, yəni Mehri dəhlizinin açılmasını birbaşa üzərinə götürülməlidir. Üçüncüdə erməni silahlı birləşmələrin çıxarılmasıdır. Həmçinin Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov Rusiya vəzifədaşı ilə əlbəttə ki, Rusiya sülh məramlı qüvvələrin Qarabağda məsuliyyət zonasındakı fəaliyyəti ilə bağlı iki nazirlər arasında müəyyən danışıqların, hətta razılaşmaların olacağını istisna etmirəm. Çünki qeyd edim ki, Rusiya sülh məramlıların fəaliyyəti ilə bağlı haqlı narazılıqlar var və bunu rəsmi Bakı çox aydın şəkildə bilir və bunu cənab Prezident İlham Əliyev də dəfələrlə qeyd edir və hesab edirəm ki, bu nazirlərin görüşündə də həmin məsələ müəyyən dərəcədə yoluna qoyulması istiqamətində müəyyən ortaq razılaşmaya gələ bilər. Əlbəttə ki, bu görüş vacibdir, çünki artıq müharibə başa çatıb, post-müharibə dövrüdür, Rusiya prosesdə moderatordur və Azərbaycan və Ermənistan regionda kommunikasiyaların açılması prosesinə getməlidir və proses nəticədə sülh razılaşmasının imzalanması ilə nəticələnməlidir. Hesab edirəm ki, bundan sonraki belə bir görüşlər bir neçə dəfə olacaq. Bu görüş müharibədən sonra sadəcə ikinci görüş olur və bu görüşlərdən sonra hesab edirəm ki, liderlərin də görüşü gözlənilir. Vladimir Putin, Nikol Paşinyan və Prezident İlham Əliyevin də görüşü gözlənilir. Çünki artıq belə bir görüşə də mən hesab edirəm ki, ehtiyac var. Çünki regionda proseslərin sürətləndirilməsi, Azərbaycanın maraqlarının təmini istiqamətində əlbəttə ki, Azərbaycan belə bir görüşdə maraqlıdır və həmin kommunikasiyaların açılması, silahlı erməni birləşmələrinin çıxarılması və köçkünlərin Xankəndi, Ağdərəyə, Xocavənddən köçürülməsi Azərbaycan bunu Ermənistan və Rusiyadan tələb edəcək. Çox sağ olun Məhəmməd bəy, öz fikirlərinizi, şəxsi fikirlərinizi səslərdiyinizə görə. Minnətdarım. Bəli, biz verilişimizi yekunlaşdırırıq. Studiyamızın qonağı siyasi şərhçi Məhəmməd Əsədullazadə ilə söhbət etdik və əsas istiqamətimiz Ermənistandakı xaotik vəziyyət idi. Qeyd etdiyimiz kimi iyunun 20-sində növbədən kənar seçkilər keçiriləcək və Nikol Paşinyandan başqa digər namizədlər də var, amma daha çox düşünülən odur ki, və studiyamızın qonağının fikirlərindən də anladığımız odur ki, Nikol Paşinyanın yenidən hakimiyyətə gəlişi daha çox gözləniləndir. Biz etdiyimiz kimi, yəni verilişimizi yekunlaşdırırıq. Növbəti gündəmlərdə, növbəti buraxılışlarımızda görüşəcəyik. Hələlik.